Göstərə bilərsiniz. Hamısını detallı olaraq, riyaziyyatlar da Azərbaycan ilə başlayaq. Azərbaycan dili 5-ci sinif riyaziyyat Azərbaycan dərsi başlayır bizdə və bu ikinci hissəsidir. İkincisi Azərbaycan dili müəllimisidir. Burada bütün əsas nüsxələri, isim, sifət hamısı, köməkçi nüsxələri, fe'li, sifət, fe'li bağlama. Elə bil ki, bütün 5-dən 11-ə qədər bütün mövzu 5-dən 11-ə qədər keçilməli Azərbaycan dərsi. Qısa icmal halında. Qısa icmal 5-ci sinif Azərbaycan dərsində əks olunur. Və riyaziyyat dərslikdə və digər dərsliklər eyni vəziyyətdədir. Kimyada da elədir. Mən bir sual edirəm. Xahiş edirəm, mənə bir dənə imkan verin, mən bayaqdan sözümü deyə bilmirəm. Sual nədən ibarətdir? Yalçın müəllim, mən sizə arqument deyim. Siz deyirsiniz ki, bizim dərsliklər müasir tələblərə cavab verir. Mənim arqumentim nədir? Bizim dərsliklər bizim cəmiyyəti, şəxsən mənim bütün övladları, Azərbaycan vətəndaşlarını savadsızlaşdırır. Bu ikinci arqument. Bu dərsliklər əsasında abituriyentlər nə 9-cu sinif imtahana hazırlaşa bilir, nə 11-ci sinif imtahana. Bilirsinizə görə, çünki dərsliklər yarımçıq yazılıb. Dimin proqramına baxın, bunun proqramına baxın. Bu dərsliklərlə imtahan vermək mümkün deyil, dimin imtahanlarına. Din buna uyğunlaşmalı da. Dim uyğunlaşmalı deyil, dərslik yazan Təhsil Nazirliyidir. Təhsil Nazirliyi dimin vəzifəsi Dim ölçəndi assessment qurumudur, dim. Onda dimin proqramı ilə niyə biz hazırlaşmalıyıq ki? Yox, heç dərsliklər normal yazılmır da, Yalçın müəllim. Dərsliklər normal yazılmır ki, uşaq imtahan verə bilsin. Baxın, 10 il bundan əvvəl, 10 il 15 il bundan əvvəl, yəni bu yeni dövrü demirəm, mən əvvəlki dövrdə belə bir problem yarandı ki, mütəxəssislər əsasən dim ətrafında cəmləşdilər və yaxşı mütəxəssislər dimdə var. Və onlar özlərindən o suallar tərtib olundu və hardasa dimin alternativ bir proqramı yarandı. Amma dim, Təhsil Nazirliyi dimə uyğunlaşmalı deyil, dim Təhsil Nazirliyinin keçdiyi dərsləri, təlim nəticələrini yoxlamalıdır.